Bugün mobil telefonu olan demək olar ki, hər kəs WhatsApp istifadəçisidir. Hamıya əl çatan, operativ və ən əsası güclü şifrələmə ilə qorunduğuna görə bu tətbiq çoxumuzun gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib. Amma təəssüf ki, kibercinayətkarlar WhatsApp-da da fəaliyyət göstərirlər. Təkcə bir link və ya təsdiq kodu ilə insanların həm hesablarını, həm də şəxsi məlumatlarını ələ keçirtmək mümkündür. Son dövrlərdə kiberdələduzlar bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli linklər vasitəsilə istifadəçiləri aldadaraq SMS-lə gələn təsdiqləmə kodlarını ələ keçirməyə çalışırlar. Bu kod paylaşıldığı halda istifadəçinin WhatsApp hesabı ələ keçirilir. Daha sonra kiberdələduzlar həmin hesabdan istifadə edərək şəxsin yaxınlarına saxta mesajlar göndərir, onların maliyyə və şəxsi məlumatlarını ələ keçirməyə cəhd göstərirlər. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara WhatsApp hesablarının qorunması üçün təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir. Dələduzluq halları ilə qarşılaşdıqda ilk növbədə şübhəli keçidlərə klik eləməsinlər və OTP və təsdiqləmə kodu kimi fərdi məlumatlarını qarşı tərəfə ötürməsinlər. Həmçinin belə hallar, şübhəli hallar yarandıqda WhatsApp-ın dəstək xidmətinə müraciət etsinlər. Eyni zamanda həmin mesajı report eləyərək, yəni şikayət edib qarşı tərəfə şəbəkə inzibatçısına bildirə bilərlər. Eyni zamanda vətəndaşlar fərdi məlumatlarını, profil fotosu, status, son görülmə kimi məlumatlarını yalnız yaxın kontaktlarına görünə biləcək şəkildə tənzimləyə bilərlər. Təhlükəsizlik tədbirlərindən nümunə olaraq ilk növbədə WhatsApp-ın parametrlər hissəsinə keçid edərək hesab bölməsinə klikləyib buradan təhlükəsizlik bildirişlərini aktiv edə bilərik. Təhlükəsizlik bildirişləri nədir? Qarşı tərəfin WhatsApp hesabı silindikdə və yaxud da yenidən yüklədikdə, yenidən qeydiyyatdan keçdikdə bizə bildiriş gəlir ki, qarşı tərəflə mesajlaşmanız, yəni belə daha doğrusu təhlükəsizlik bildirişiniz yeniləndi. Çox yaxşı bir funksiyadır. Bunu aktiv eləmək təhlükəsizlik baxımından daha effektiv olar. Digər tərəfdən giriş açarlarıdır ki, hansı ki tətbiqə giriş üçün barmaq izidir, üzdür, bu kimi, yəni biometrik belə deyək, məlumatlardan istifadə edərək vətəndaşlar tətbiqə daxil ola bilərlər. Digər tərəfdən 2 mərhələli təsdiqləmə funksiyasıdır ki, bunu da aktiv etmək hesaba əlavə təhlükəsizlik qatır, yəni bir növ ikinci bir təsdiqi ehtiva edir ki, hesaba daxil ola biləsiniz. WhatsApp-da kibercinayətkarlıqlar getdikcə artmaqdadır. Bu təhlükələrə qarşı ən güclü müdafiə vasitəsi isə diqqətli və məlumatlı olmaqdır. Ona görə də gəlin maksimum diqqətli olaq, özümüzü və məlumatlarımızı qoruyaq.